2025-ci ilin son ayına qədəm qoyarkən, ölkədə sosial ödənişlərlə bağlı ən çox müzakirə edilən mövzulardan biri məhz dekabr pensiyalarının ödənişi və bu ödənişlərin hansı məbləğlərlə aparılacağıdır. Hər il olduğu kimi, bu ildə dekabr pensiyaları həm təqaüdçülərin büdcəsinə, həm də ümumi sosial təminat sisteminə xüsusi önəm verir. Çünki dekabr ayı həm ilin yekunlarını göstərir, həm də növbəti il üçün gözləntiləri formalaşdırır. Bu ilin əvvəlində aparılan indeksləşdirmə sayəsində pensiyalar orta hesabla artırılmışdı və həmin artımlar bütün il ərzində, o cümlədən dekabr ayında da qüvvədədir. Yəni bu ayın pensiyaları artıq artırılmış məbləğ əsasında ödənilir. Pensiyaçıların əksəriyyəti üçün bu artım ilin sonunu daha rahat maliyyə vəziyyəti ilə qarşılamağa şərait yaradıb. Hazırda ölkədə pensiyaların ödənilməsi prosesi ardıcıllıqla həyata keçirilir və dekabr ayının ödənişlərinin də vaxtında tamamlanacağı gözlənilir. Adətən sosial ödənişlər ayın birinci 10 günlüyündə yekunlaşdırılır. Məsul qurumlar da bildiriblər ki, dekabr pensiyalarının verilməsində gecikmələr nəzərdə tutulmur və bütün kateqoriyalar üzrə ödənişlər əvvəlcədən formalaşdırılmış cədvələ uyğun aparılacaq. Dekabr pensiyalarının başqa bir özəlliyi də ondan ibarətdir ki, bu ay ödənilən vəsait təqaüdçülər üçün həm ilin bağlanması, həm də yeni ilin qarşılanması baxımından xüsusi əhəmiyyət daşıyır. Həm ərzaq, həm də digər gündəlik tələbat mallarının qiymətlərində ilin sonunda müşahidə edilən artımlar təqaüdçülərin büdcəsinə təsir etdiyi üçün, əlavə indeksləşdirmələr və illik artımlar onların sosial müdafiəsində mühüm rol oynayır. Bununla yanaşı, dekabr ayı yeni ilin pensiya artımları barədə gözləntilərin ən çox olduğu dövrdür. Hər il adətən yanvar ayında pensiyalar ölkədə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu mexanizm uzun müddətdir tətbiq olunur və pensiyaçıların illik gəlirlərinin azalmasının qarşısını alır. Buna görə də təqaüdçülər gözlərini 2026-cı ilin əvvəlində ediləcək rəsmi açıqlamalara yönəldiblər. Mütəxəssislər bildirirlər ki, növbəti ilin sosial büdcəsinə ayrılan vəsaitin artması 2026-cı ildə də pensiyalarda müəyyən yüksəlişlər olacağına işarədir. Artımın dəqiq faizi hələlik açıqlanmasa da, proqnozlara görə indeksləşdirmə yenidən bütün növ pensiyalara şamil ediləcək və bu minimum, orta və yaşa görə pensiya məbləğlərində nəzərə çarpacaq dəyişiklik yaradacaq. Bu anlamda dekabr ayı həm mövcud ödənişlərin yekunu, həm də yeni il üçün gözlənilən artımların başlanğıc nöqtəsi hesab olunur. Beləliklə, dekabr pensiyaları ilin əvvəlində tətbiq edilən artımlar fonunda ödəniləcək və 2026-cı ildə gözlənilən növbəti indeksləşdirmə təqaüdçülərin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə sosial təminat sahəsində aparılan addımlar göstərir ki, pensiya artımları növbəti ildə də aktual mövzu olaraq qalacaq.